Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Müğənni Talib Pali aparıcılıq edəcək. Xəbər verilir ki, bu barədə aparıcı İdris Cəfərli sosial şəbəkədən məlumat yayıb. Talib isə proqramında canlı musiqilər, akustik ifalar və səmimi söhbətlər olacağını bildirib. Müğənni qeyd edib ki, illərdir belə verilişin arzusunda olub və ilk dəfə bununla bağlı aparıcı İdris Cəfərli ilə məsləhətləşib. Müğənni bu səbəbdən də proqrama ilk onu dəvət etdiyini açıqlayıb. Talib layihənin ilk buraxılışının tezliklə izləyicilərə təqdim olacağını da bildirib. Xalq artistləri Gülyanaq Məmmədova və Mənsum İbrahimov Özbəkistan Mədəniyyət Nazirliyi tərəfindən təltif olunublar. Bildirilir ki, bu haqda xalq artisti Gülyanaq Məmmədova məlumat verib. Mənsum İbrahimovla birlikdə Özbəkistanda böyük bir tədbirə dəvət aldıq. Orada ölkənin Mədəniyyət Nazirliyinin Mədəniyyət və İncəsənət Fədası medalı ilə təltif olunduq. Eyni zamanda Yeni Özbəkistan Ulduzları Milli Mədəniyyət və İncəsənət mükafatının təntənəli təqdim etmə mərasimində konsertdə fəxri qonaq kimi iştirak etdik. Xalq artisti əlavə edib.